this game is Düşünürəm ki, bizim üçün çox vacib oyun idi və biz bu oyuna həqiqətən yaxşı hazırlaşmışdıq ki, bu oyunda qalib gələk. Çünki qalib gəlsəydi sonuncu pillədən uzaqlaşa biləcəkdik və daha yaxşı irəli pillələrdə qalxmaq üçün bizim üçün fürsət olacaqdı. Amma təəssüflər olsun ki, oyunda bunu göstərə bilmədik. Yəni istədiyimiz kimi bu meydanda mübarizə apara bilmədik, bunu göstərə bilmədik və bu da bizim məğlub olmağımıza gətirib çıxartdı. Amma komanda olaraq bu məğlubiyyətdən ayrılıb önümüzdəki oyuna hazırlaşmalıyıq. Çünki hazırda yəni nəticə heç də ürəkaçan deyil və bizi qarşıda çox vacib oyunlar gözləyir. Ümid edirəm ki, birlikdə bunun üzərindən yaxşı şəkildə gəlib növbəti oyunlara köklənəcək və növbəti oyunlarda istədiyimiz halları yığa bilərik. Komandanın üzərində düşünürəm həkimlərin olması ayrı bir təzyiq yaradır futbolçular üzərində. negative pressing, yes, and Təbii ki, bunun komanda üzərində müəyyən qədər təzyiq yaradır və pis motivasiya verir. Amma mən düşünürəm ki, biz liqaya yaxşı başlamışdıq. 5 oyun keçirdik və bu oyundan cəmi bir dəfə məğlub olmuşduq Qarabağa qarşı və digər oyunlardan xalalar qazana bilmişdik. Amma bunu yenə davam etdirə bilsək, biz vacib oyunlarda xalalar qazana bilsək, ümid edirəm ki, bu zolaqdan uzaqlaşacaq və bu kritik vəziyyət bizdən kənarlaşacaq və komanda üzərindəki təzyiq aradan qalxacaq və komandamız lazım olan xalaları toplayıb liqada qalacaq. honestly, Deyə bilmərəm ki, Şamaxının bizdən çox güclü. Sadəcə onların bu oyunda, yəni bizə daha çox zərbələr oldu və bu iki top bizdə motivasiya yerinə gətirib çıxardı. Artıq biz ikinci qoldan sonra öz istədiyimizi göstərə bilmədik. Buna görə əgər meydanda zəif görünmüş təsir bağışlaya bilərik, amma nəzər salsaq ki, bizdə yəni futbolçularımız ayrı-ayrı hamısının çox güclü, motivasiya olan bir futbolçular və sona qədər döyüş mübarizə aparan futbolçulardır. Yəni mən düşünmürəm ki, onların təzyiqi bizə üzərimizə təzyiq gəldi. Sadəcə biz onlar hesabı açdıqdan sonra oyuna yəni köklənə bilmədik. Yəni bu bizdə mənfi təsir yaratdı. Ona görə də nəticə belə oldu. 2-0-dan sonra artıq geri dönüş mümkün deyil. they are really good team. I know them, and everybody. Zirə çox güclü bir rəqibdir. Hazırda bəli düzdür, vurğuladığınız kimi ikinci pillədə qərarlaşır. Mən Serbiyada olan dostlarımdan da bilirəm ki, yəni Zirə Azərbaycanın necə güclü bir komandadır. Əvvəlki illərdə də onlar uğurlu nəticələr göstəriblər. Amma biz hər oyuna 3 xal üçün çıxırıq və qalib gəlmək üçün mübarizə aparırıq. Mən yəni bu bir oyun bizi qorxutmamalıdır. Dediyim kimi bu oyun bu məğlubiyyətdən oyanıb növbəti oyuna hazırlaşmalıyıq ki, bizə lazım olan xalı qazanıb zolaqdan kənarlaşa bilək və məncə bu sürpriz edə bilərik, yəni biz qalib gələ bilərik.